Axşamınız xeyir, hörmətli izləyicilər. Məlumat verdiyimiz kimi bugün fizikadan praktiki turla bağlı bəzi məsləhətlərimi verəcəm. Bilirsiniz ki, artıq ikinci ildir ki, praktiki tur keçirilir. Keçən il ilk dəfə bütün fənlər üzrə ilk dəfə Respublikada praktiki tur təşkil elədik. Bu il artıq ikinci ildir ki, təşkil olunur. Bununla bərabər həm də biologiyadan da praktiki tur olacaq daha doğrusu. Elxan müəllim bununla bağlı sizə məlumat verib. Mən də istəyirəm fizikala bağlı müəyyən məsləhətlərimi verim. Əvvəlcədən uşaqlar sizə bəzi məsləhətlər verim. Ondan sonra bəzi təcrübənin bağlı detallar var. Yazılı formada mən onu yazıb ekran paylaşıb orada göstərəcəm. Birinci növbədə hər kəsə tövsiyə edirəm ki, mütləq şəkildə elmi kalkulyator alın. Yəni, sinusu, kosinusu, tangensi, bu kimi şeyləri hesablaya bilən kalkulyator lazımdır sizə. Əgər elə bir kalkulyatorunuz yoxdursa, mütləq həmin ayın 29-a qədər onu təmin edin. Yoxsa, indidən sizə deyim ki, olimpiyadada yəni hesablama, yəni təcrübə mərhələsi daha çox hesablama ilə bağlıdır. Əgər orada hesablama edə bilməsəz, nəticəniz də yaxşı olmayacaq. Və ilk öncə də onu da qeyd edeyim ki, qətiyyən qorxmağa ehtiyac yoxdur. Təcrübə mərhələsi mən deyərdim ki, sizə uşaqlar nəzəriyyədən qat-qat rahatdır. Sadəcə olaraq orada deyilənlərə əməl etmək lazımdır. Müəyyən prosedur var. O prosedurda sırayla orada deyilənlərə əməl edib və keçən il, məsəl üçün, uşaqların nəticəsi, təcrübə turun nəticəsi nəzəriyyədən qat-qat yaxşı idi. Yəni, əksər uşaqlar tam bal yığmışdı və bu il inanıram ki, yenə eyni cür nəticə əldə olunacaq. İndi uşaqlar, mən ekranı paylaşıram və orada dediyim kimi qrafiklərin çəkilməsi, hesablamalarla bağlı bəzi detallar var. Onlarla bağlı sizə məlumat verəcəm indi. Ümidvaram ki, ekranımız görünür. Uşaqlar. Yaxşı, deməli, ümid edirəm daha çox şagirdlər qulaq asır mənə. Ona görə sizə şagirdlər olaraq müraciət edəcəm. Təbii ki, müəllimlər də ola bilər aralarında. Üzrlü saysınlar, çünki mən daha çox şagirdlər üçün nəzərdə tutmuşam bu webinarı. Ona görə bəzən şagirdlər deyə müraciət edəcəm sizə. Yaxşı, deməli, təcrübə mərhələsi necə olur? Gəlin belə bir sadə bir nəzəri olaraq bir təcrübə məsələ deyim sizə və onun aparılması necə olur? Onunla bağlı həm bu belə deyək, təcrübə, bu dediyimiz təcrübə ilə qrafiklər necə çəkilir, nəticələr necə əldə olunur? Bunlar haqqında sizə məlumat verir. Deməli, uşaqlar, belə bir təcrübə düşünək. Deyək ki, bizə riyazi rəqqas verilib, Deməli, riyazi rəqqasın təbii ki, periodu bilirik və təcrübə nəticəsini, yəni burada müəyyən hesablamaları aparacaq və hesablamaların nəticəsi olaraq, məsəl üçün bizdən soruşur ki, bu təcrübə, belə bir təcrübə aparacaq və təcrübənin nəticəsi olaraq tapmalıyıq sərbəst düşmə təcilini. Tapmaq tələb olunur. Yaxşı, deməli, uşaqlar, birinci, ümumiyyətlə, riyazi rəqqasın periodu necə təyin olunur? Period bərabər idi, 2 pi vurulsun, kök altında R bölünsün J. İndi, biz buradan J-ni təyinləmək istəyirik, o zaman J-ni ifadə eləyək buradan, J bərabər olacaq. Deməli, 4 pi kvadrat bu tərəfə keçəndə R bölünsün T kvadrat. Düzdürmü? Belə. Yəni, belə görünür ki,
biz və yaxud bunu başqa cür belə də yaza bilərik. T kvadrat bərabərdir 4pi kvadrat vurulsun L bölünsün J'yə. Deməli uşaqlar, burada məsəl üçün biz müxtəlif uzunluqlu riyazi rəqqaslar götürəcəyik və onlara əsasən deyək ki, periodları ölçəcəyik. Məsəl üçün deyək ki, 3 dənə uzunluğu var. L1 olsun 50 cm, 0,5 metr. L2 bərabərdir olsun 0,75 metr. L3 bərabərdir olsun 1 metr. İndi bunlara əsasən deyək ki, birinci halda periodu T1 tapırıq. Riyazi rəqqasın uzunluğu deyək ki, 0,75 metr olanda periodu tapırıq T2. Üçüncü halda isə tapırıq T3. İndi adətən təcrübələrdə yəni ədədi qiymət, məsəl üçün deyək ki, T1-i yerinə qoyub, buradan J, məsəl üçün bəzi uşaqlar nə edirlər? Deyək ki, T1-i tapdıq, hər bir perioda görə yeni bir J tapır və o J-lərin sonra ortalamasını götürür. Yəni bu təcrübə mərhələlərində belə üsul qəbul olunmur. Mütləq şəkildə grafik qurmaq lazımdır və bu qrafikə əsasən və grafikin meylinə görə və yaxud maksimal nöqtəsinə görə, minimal nöqtəsinə görə biz tapmalıyıq bizdən tələb olunan kəmiyyəti. İndi bizim uşaqlar ifadəmiz necədir? İfadəmiz məsəl üçün T kvadrat bərabərdir 4pi kvadrat vurulsun L bölünsün J'yə. Deməli, bizdə hansı məlumatlar var? Müxtəlif uzunluqlar, deyək ki, 3 dənə ölçüm aparmışıq. 1, 2, 3 və uzunluqlar var. L1, 3 dənə qiymətimiz var və bunlara uyğun da periodlar var. 3 dənə period. İndi biz əgər desək ki, periodun eldən asılı qrafikini quraq. Periodun eldən asılı qrafiki necə olacaq? Burada ifadəmiz nə idi uşaqlar? T bərabər idi. 2pi vurulsun kök altında L bölü J. Deməli, T'nin eldən asılığı kök altılı bir funksiyadır. Yəni, belə bir, məsəl üçün, nöqtələrə qoyduq, deyək ki, bir 3-4 dənə nöqtə və bunun qrafiki təxminən belə bir şey olacaq. Deməli, belə bir əyri qrafikdən hansısa bir nəticəni əldə eləməyə çətindir. Ona görə əksər hallarda, 90% hallarda çalışmaq lazımdır, düz xətt quraq. Niyə görə? Çünki düz xəttin Y oxu ilə kəsişmə nöqtəsi bizə hansısa bir kəmiyyəti verə bilər. Onun meyli başqa bir kəmiyyəti verə bilər. Ona görə olimpiyadaların, yəni təcrübi məsələlərin əksəriyyətində mütləq şəkildə xəttiləşdirmək lazımdır. Mən xatırlayıram, keçən il səhv bilmirəmsə yarım final və yaxud birinci mərhələdə belə bir məsələ düşmüşdü. Yəni, sırf bu məsələ ki, biz nəyin asılılığını çəksək burada, hansı kəmiyyətdən asılılığını çəksək, düz xətt alarıq. Dediyim kimi, düz xəttin meylinə görə hesablamalar aparmaq daha rahatdır. Deməli, uşaqlar, burada dediyimiz kimi, T'nin eldən asılı qrafikini qurmaq bizə sərf eləmir. O zaman başqa hansı qrafikləri qura bilərik bəs? Belə eləyə bilərik. T'nin kök altı eldən asılıqada. Bu artıq düz xətt olacaq. Deməli, periodun kök altı eldən asılığı. Yəni, X olaraq biz götürürük kök altı eli, Y olaraq götürürük periodu. Yəni, baxın, burada fikir verin, Y-ə biz T'yə Y deyək, kök altı elə də X desək, o zaman funksiyamız necə olacaq? Y bərabərdir 2pi bölünsün kök altı J vurulsun X. Yəni, bu Y-ə period dedik, X da kök altı el. Aydındır. Ona görə, əgər belə bir qrafik qurmaq istəyiriksə, o zaman bizə əlavə məlumatlar lazımdır. Nələr? Riyazi rəqqasın uzunluqlarının kök altısı. Ona görə əlavə bir cədvəldə bir əlavə sütunu əlavə edirik. Yazırıq bura kök el. Çünki o hesablamaları daha rahat, yəni bütün koordinatları rahat görmək üçün burada cədvəldə bütün datalar olmalıdır. Deməli, hər uzunluğa görə bu ellərin qiymətlərini hesablayırıq və bundan sonra nəyin asılığını, nəyin qrafikini quracaq? Periodun, yəni T'nin kök altı eldən asılığını. Bu zaman deyək ki, biz 5-6 dənə uzunluq üçün deyək ki, qiymətlər var və burada uşaqlar nöqtələri qrafik qurmağı ayrıca izah edəcəm. Sonra qrafik daha düzgün formada necə qurmaq lazımdır. Burada bu nöqtələri qeyd edirik. Məsəl üçün, deyək ki, belə nöqtələr alındı və
mümkün qədər bunlardan keçən bir düz xətt qururuq. Mümkün qədər. Yəni bunu belə qurmaq olmaz. Çünki burada çox heç birindən keçmir. Belə də olmaz. Elə eləmək lazım ki, mümkün qədər bir çoxundan keçsin. Yəni ən azından yarısı bir tərəfdə qalsın, yarısı bir tərəfdə. Və burada xüsusi olaraq uşaqlar periyod biz buyuruq ki, y bərabərdir nəsə vurulsun x-dir və sabit hədd olmadığına görə bu mütləq 0 nöqtəsindən başlamalıdır funksiya. Və bu qrafiki qurandan sonra, yəni bizim tapdığımız deməli bu ölçüm burada kökaltı ellərə və periyodlara görə deyək ki, 4 dənə datamız var. Bunların nöqtələrini qoyduq qrafikdə, düz xətti qurduq və bu grafikin meylini buradan biz görürük ki, meyli nəyə bərabərdir uşaqlar? K bərabərdir. Deməli, grafikin meyli olacaq 2 pi bölünsün kökaltı şeyə. Deməli, biz rahatlıqla bu düz xətti qurandan sonra bunun meylini hesablaya bilərik. Məsəl üçün, burada 2 dənə nöqtə seçirik. Grafikin meylini yəqin ki, bilirsiniz necə hesablanır. 2 dənə nöqtə seçirik buradan və bu 2 nöqtəyə əsasən deməli, grafikin meylini hesablayırıq və bu grafikin meyli bərabər olmalıdır. Biz bilirik ki, 2 pi bölünsün kökaltı j'yə. O zaman buradan kökaltı j bərabər yaza bilərik. Grafikin meyli olacaq 2 pi bölünsün kökaltı 2 pi bölünsün k və j də bərabər olmalıdır 4 pi kvadrat bölünsün k kvadrat. Grafikin meyli olacaq 2 pi bölünsün kökaltı 2 pi bölünsün k və j də bərabər olmalıdır 4 pi kvadrat bölünsün k kvadrat. Yaxşı uşaqlar, deməli mən həm də burada baxıram, suallarınız varsa suallarınız olsa burada yaza bilərsiniz. Baxıram mən buradan. Buradan baxıram, suallarınızı verə bilərsiniz. Yəni indi hələ ki mən özüm nəzərdə tutduqlarımı izah edeyim. Ondan sonra kimin sualı olsa yazar, cavablandırarım. Və ya uşaqlar, biz bunun başqa nəyin grafikini qura bilərik? T'nin kökaltı eldən yox, bizim funksiyamız nə idi? T bərabər idi 2 pi kökaltı el bölü j idi. Biz belə bir şey də eləyə bilərik. T kvadrat bərabərdir 4 pi kvadrat vurulsun L bölü J. Biz nəyin nədən asılı grafikini qursak daha düz xətt alarıq. Y-ə T kvadrat deyə bilərəm. Çünki bizdə 2 dənə dəyişən var. Periyodla uzunluq. Yəni 4 pi kvadrat və J sabitdir. Elə də deyirəm X. Yəni nəyin nədən asılı grafikini quracaq? T kvadratın L-dən asılığına. Bu zaman bizim funksiyamız necə olacaq? T kvadrat bərabərdir. T kvadrat bərabərdir. 4 pi kvadrat bölünsün J vurulsun L-ə. Deməli uşaqlar, buna X, Y dedik. Buna X dedik. Deməli onda X-in qabağındakı bu əmsal 4 pi kvadrat bölünsün J nə olmalıdır? Bizim grafikin meyli olmalıdır. Meyli. Aydındır. Ondan sonra yenə dedim, burada təbii ki, indi burada əgər hesablamanı bu şəkildə T kvadratın eldən asılığını çəkmək istəyiriksə, burada üstündə əlavə bir T kvadrat üstünə əlavə edirik və bu hesablanmış qiymətləri bura daxil edib, ondan sonra qrafiki qururuq. Yenə burada dediyimiz kimi düz xətt alınacaq. Nöqtələri nöqtələri çəkirik və bu grafikin meylini hesablayandan sonra grafikin meyli 4 pi kvadrat bölünsün J olduğu üçün təbii ki bayaq bundan qabaqki grafikin meyli ilə bu grafikin meyli fərqli meyllərdir. İndi bu grafikin meyli deyək ki bir K alındısa burada J bərabər olacaq 4 pi kvadrat bölünsün K-ya. Yəni həmin bu grafikin meylinə. Belə uşaqlar. Deməli baxın, yenə də deyirəm, mümkün qədər çalışmaq lazımdır həmişə olmasa da əksər hallarda funksiyanı xəttli formaya gətirəsiz. Yəni, elə bir asılılıq çəkməliyik ki, orada bir xəttli bir asılılıq olsun. Məsəl üçün, başqa bir misal deyim. Deyək ki, bizə bir hündürlükdən bir cismi buraxırıq. Qəbul edək ki, havanın müqaməti yoxdur. Müəyyən hündürlükdən cismi buraxırıq və hündürlükdən asılı olaraq bunun yerə düşmə vaxtlarını ölçürük. Deyək ki, hündürlüklər var, müxtəlif hündürlüklər və
yerə düşmə vaxtları var. Deyək ki, müəyyən qiymətlər hesabladıq, müəyyən ölçümlər apardıq, müxtəlif hündürlüklər üçün müxtəlif zamanlar ölçdük və biz buradan tapmaq istəyirik sərbəst düşmə təcili nəyə bərabərdir? Deməli, sərbəst buraxılan cismin düşmə hündürlüyünün zamandan astığı biz bilirik ki, h bərabər olacaq 2/1 gt kvadrat. İndi əgər mən birbaşa hündürlüyün zamandan astığını qrafikini çəksəm, bu parabol olacaq. Bu paraboladan biz hansısa bir datanı əldə edə bilmirik. Ona görə mümkün qədər xəttləşdirmək lazımdır. Nəyin nədən astığını çəkə bilərik uşaqlar? Hündürlüyün t kvadratın astığı. Ona görə bu t'ni hesablamışıq. Əlavə bir dənə də bura t kvadrat üstünə əlavə edirik və bütün zamanların kvadratlarını götürüb bu cədvəldə hər sətir üçün əlavə edirik bu üstuna. Və bundan sonra artıq nəyin qrafikini quracaq? Hündürlüyün t kvadratın astığını. Və bu bizdə xəttli bir qrafik olacaq və bu xəttli grafikin meyli isə baxaq funksiyamıza h bərabərdir 2/1 gt kvadrat. Bu bizim y-imizdir. Hündürlüyümüz. T kvadratımız x-dir. O zaman bu grafikin meyli x-in qabağındakı əmsal 2/1 j olacaq. Bu nöqtələri qoyandan sonra bu grafikin meyli bucaq əmsalı bərabər olacaq 2/1 j-yə. O zaman bucaq əmsalını hesablayıb grafikin meyli və ya bucaq əmsalını hesablayıb 2-yə vursaq buradan grafiki yolla sərbəst düşmə təcilini tapa bilərik. Yəni belə deyək, uşaqlardan bəziləri nə edir? Hər hündürlüyə görə, çünki bizim düsturumuz var, hər hündürlük və zamana görə J-nin bir qiymətini tapır, ondan sonra J-lərin ortalamasını hesablayır. Olimpiyadalarda bu üsul qəbul olunmur. Mütləq şəkildə qrafik çəkmək lazımdır və grafikin çəkəndən sonra belə deyək, bir növ sizin bayaq ortalama hesabladığımızı qrafik onsuz da ortalama. Çünki bizim xət çəkəndə biz ortalama xət çəkdiyimiz üçün bizim tapacağımız qiymət də orta qiymət olacaq. Belə uşaqlar. Ondan sonra mən keçən il seminar vermişdim bu təcrübə ilə bağlı, amma bu il 8-ci siniflər var yeni olimpiyadaya qatılan. Ona görə biraz daha məlumat vermək istəyirəm. Qrafiklərin qurulması ilə bağlı. Qrafiklər. Demək uşaqlar, qrafiklər necə qurulmalıdır? Deyək ki, bizə müəyyən bir qrafik kağızı verilib, qrafik hissəsi. Məsəl üçün, buradan tələb olunur nəyinsə nədən asılığını. Məsəl üçün, deyək ki, bayaq dediyimiz kimi t kvadratın eldən asılı grafikini qurmaq. Demək ki, bizim müəyyən t kvadrat qiymətləri var. Məsəl üçün, deyək ki, t kvadratlarımız olsun 0,5, 1, 1,2, 2,3, 4. Ellərimiz də məsəl üçün olsun 0,75, olsun 0,9, 1,5, məsəl üçün elə belə yazıram bu rəqəmləri. 3, olsun 5. Deməli, baxaq, bizim y oxunda t kvadratı çəkəcək, x oxunda da l-i çəkəcək. İndi baxırıq burada ki, bizim maksimal t kvadratımız desədir 4-dür. Yəni, məsəl üçün, burada mən baxıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə dama, 15 dənə dama var və maksimum qiymətimiz də t kvadratımız 4-dür. Ona görə mümkün qədər elə bölmək lazımdır ki, bunu, grafiki, kağızı. Qrafik mümkün qədər böyük olsun. Məsələn, beynəlxalq olimpiyadalarda tələb budur ki, ən azından 50%-dən böyük olmalıdır hər ox üzrə. Yəni, bu qədər qrafik kağızın içində bu qədər belə bir qrafik çəkmək olmaz. Düzdür, mən rastlaşmışam belə olimpiyadalarda, xatırlayıram. Bir olimpiyadada şagird A4 ölçüdə bir qrafik kağızın içində təxminən 2 sm ölçüdə, yəni ölçüləri 1 sm, 2 sm ölçüdə qrafik qurmuşdu. Ona görə mümkün qədər qrafiki hər ox üzrə mümkün qədər böyük çəkmək lazımdır. Məsələn, burada necə bölə bilərik? Məsəl üçün, belə deyək, 1 bura deyək, 2, belə çox olacaq. 3 dənəsini eləmək düzgün deyil, amma olsun. Məsələn, 1 bura deyə bilərik, 2, 3, 4. Məsəl üçün, ellərimiz maksimum 5-ə qədər gedir.
Burada da məsəl üçün belə bölə bilərik. 1, yox 1 bura deməyək. 1, 2, 3, 4, təxminən 5. Aydındır və bundan sonra da qrafiki qururuq. Bu izah elədiklərimizlə bağlı kimin nəsə sualı varsa WhatsApp, Facebook'a yazsın. Mən eşidirəm sizi. İfadə olmuşdu. Daha çox hansı? Uşaqlar, mövzunu elan eləyəcəm dərsin sonunda. Tövsiyələrim sizə birinci növbədə. Sırf bu tövsiyələr bu il düşəcək olimpiyadanın praktiki turla bağlıdır. Tövsiyələr. 1. Uşaqlar. Yuxarı yaş qrupları yəqin ki çox istifadə edir, amma aşağı yaş 9-cu siniflər, 8-ci siniflər bilmirsə, mütləq şəkildə trigonometrik funksiyaları təkrarlasınlar. Trigonometrik funksiyalar nəyi təkrarlamaq lazım? Yəni, verilən bucağa görə onun sinusunu, kosinusunu, tangensini tapmaq və yaxud bucağın tangensini tapmaq və yaxud tangensə görə bucağı tapmaq, yəni sinus, kosinus, tangens, kotangens çox istifadə olunmur və əksi arc sinus, bizdə tığ yazdır deyəsə tangens. Deməli ki, arc kosinus, arc sinus, arc tangens. Mütləq şəkildə bunlara, yəni kim bilmirsə, bunları kalkulyatorda necə hesablamaq lazımdır? Yəni, deyək ki, hansısa bir bucağın tangensini hesablamışsınız. Deyək ki, alınıb tangens alfa bərabər olub 0,7. O zaman kalkulyatorda bu alfanı necə tapmaq lazımdır? Məsəl üçün. Bunu mütləq şəkildə bu kimi hesablamaları kalkulyatorda belə deyək də işləməyi öyrənin. Sonra dediyimiz kimi elmi kalkulyator olsun hər kəsdə. Elmi kalkulyator. Buna İngilizce scientific kalkülatör deyirlər. Kalkülatör. Orada da dediğimiz gibi ben burada trigonometrik funksiyaları, ne bileyim, grafik çəkmək olur orada. Bu kimin yoxsa elmi kalkülatör mütləq şəkildə elmi kalkülatör alsın. Deməli, əsas tövsiyələrim bunlardan ibarətdir. İndi isə mövzunu mən yenə deyirəm uşaqlar, bizdə hələ olimpiyada yeni, yəni bu təcrübə mərhələsi yeni başladığı üçün, yəni mən bir qədər uşaqlara rahatlıq olsun deyə, yəni müəyyən hansı mövzulara hazırlaşmaq lazımdır. Ona görə müəyyən istiqamət vermək üçün hələ ki bu ildə biz keçən ildə səhv eləmirəmsə elan eləmişdik. Bu ildə elan edəcəyik. Amma yəqin ki bundan sonraki illərdə, yəni yenə deyirəm, böyük ehtimal seminar da olmayacaq, heç bir məlumatlandırma da olmayacaq. Yəni özünüz oturub hazırlaşmalısınız. Yaxşı. Deməli uşaqlar, əsas məsələ gəldi. Bu ilki olimpiyadanın mövzuları, təcrübə mərhələsi. Deməli uşaqlar, hər iki qrup üzrə aşağı yaş və yuxarı yaş mövzu olacaq optika. Optika, ona görə dediyimiz kimi, yəni burada yəqin ki dediklərimdən hiss elədiniz ki, sınma qanunu ola bilər, nə bilim, linza düstur ola bilər. Ona görə o kimi şeyləri təkrarlayın və orada dediyimiz kimi əsas proseduru düzgün izləyib və deyilənlərə riayət eləsəz, mənə elə gəlir ki, yaza bilməyəcəyiniz heç nə yoxdur. Belə uşaqlar. Amin. Necəsən? Yaxşı uşaqlar. Deməli, belə. Başqa sualı yoxdursa, mən baxıram buradan. Sualı yoxdursa,
Nəzəri mövzuların, sualların nəzərdə hansı mövzular olacaq, bunu demirik. Özünüz hazırlaşın. Təcrübə dediyimiz kimi təzə olduğu üçün təcrübə mərhələsinin mövzusunu dedim. Nəzəriyyəni özünüz oxuyarsınız. Belə. Sinus 2A və sairə kimi düsturları və törəmə bilməlik aşağı yaş qrupları üçün xeyr. Aşağı yaş qrupunda qətiyyən törəmə tələb olunmur. Adi dediyimiz kimi sinus hesablamaq, kosinusu, tangensi, kotangensi və yaxud tangensinə görə bucağı hesablamaq aşağı yaş qrupu bunları bilməlidir. Yuxarı yaş qrupunda törəmə ola bilər. Yuxarı yaş qrupunda törəmə ola bilər. Nəzəri hissədə, yəni bir təcrübə mərhələsi var. Bu təcrübə tur olsa da müəyyən düsturları göstərmək tələb oluna bilər. Məsəl üçün, hazır düstur verilir sizə. Siz o düsturu ispat eləməyə ehtiyac yoxdur. Birbaşa o düsturu istifadə edib müəyyən nəticələr tapa bilərsiniz. Sadəcə olaraq, məsəl üçün, tələb olunur ki, həmin düstur necə çıxır? Onun ispatı. Yenə deyirəm, onu göstərməsəz belə təcrübəni apara bilərsiniz. Sadəcə olaraq əlavə bal ala bilərsiniz. Həmin o nəzəri olaraq göstərsiniz ki, bu düstur necə alınır. Belə uşaqlar. Dediyim kimi, optikadır. Optikayla bağlı nə ola bilər? Özünüz düşünün. Mən artıq müəyyən istiqamət vermişəm sizə. Dediklərimdən müəyyən istiqamət verdim. Başqa, bu qədər. Uşaqlar, sağ olun. Hər kəsə uğurlar.